Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın iznə bu dəfəki çatdıracağımız mövzu zamanı düzgün dəyərləndirmək haqqında olacaq. Allah qullar üçün yaratdığı və yolladığı imtihan dünyasında bizə zaman deyə bir nemət verir. Allah subhanahu ta'ala bizdən bu dünyada yaşadığımız müddət ərzində bu zamanı düzgün bir şəkildə bölüşdürür və düzgün bir şəkildə bu zamandan istifadə etməyi bizdən istəyir. Allah subhanahu ta'ala Quran-ı Kərimdə zamana and içir. Əsr surəsində buyurur ki, and olsun axşam çağına, zamana ki, insan ziyan içindədir. Allah subhanahu ta'ala zamana and içir ki, insan ziyan içindədir. Hansı insan? O zamanı düzgün qiymətləndirməyən insan. Fəxrəddin Ər-Razi, böyük təfsir alimi. O buyurur ki, yay günü idi. Mən deyib bazarda gəzərkən bir buz satan gördüm. Və o buz satan durmadan qışqırırdı. Sərmayəsi əlində əriyən bir şəxsə yardım edir. Mən də o surənin, Əsr surəsinin təfsirini də o insandan öyrəndim. Ki, zaman o qədər önəmlidir. Nedirsə, Allah buyurur ki, zamanın, yəni nə qədər qiymətli olduğunu bizə surədə bildirir və deyir, o insan qışqırırdı. Sərmayəsi əlində əriyən şəxsə yardım edir. Buzdur, yay günü əriyib gedir. Deyir, o buz satan nə qədər deyir, zamanın ona qiymətli olduğunu bilirsə, insanoğlu da bu dünyada yaşadığı ömür ərzində bilmək ki, bu zaman bunun üçün bu qədər qısadır. Amma bu qısa zaman arzında bizə nə istəyir? Allah subhanahu wa ta'ala ibadət və itaət və gözəl əməllər. Çünki bizi bu dünyada sevindirəcək və bizi xoşbəxt edəcək bir şeylər hamısı nəyə bağlıdır? Gözəl əməllərə. Amma o gözəl əməlləri biz necə işləyə bilirik? Zamanı düzgün bir şəkildə bölüşdürəriksə. Zamanı düzgün bir şəkildə bölüşdürənməksə, ömrümüz zay olub gedər. Bir aylaraq ki, 60 ilimiz boş yerə gəldi, keçdi, arxaya baxanda boşluqdan başqa heç bir şey görmədik. Böyük İslam alimi Həsən Əlləbəsi buyurur ki, ey Adəm oğlu, sən günlərdən ibarətsən. Hər günün getdiksə, ömründən bir parçada gedir. Biz hər gün keçirdikdən əgər bu gün də belə gedir, sabaha gözləyirik. Halbuki bu gün bizim həyatımızdan ən dəyərli dəqiqələr alındı getdi. Sabah bunu qazana bilmir. Çox gözəl bir söz var. Dünən dünəndə qaldı. Sabah hələ gələcək. Önəmli olan bu gündür. Bu gün bizə verilən bu zamanı biz nə qədər qiymətləndirə bilirik? Allah subhanahu wa ta'ala bizə namaz deyə bir nemət verib. Çox gözəl bir nemət. Və bu namazı bizim üçün zaman ölçüsü qoyub. Ki bir mömin, bir müsəlman işi namaza uyğun işlərin bölüşdürəcək. Sübhdən işə namazına qədər. İnsan bu namaz içində, bu namaz vaxtlarına riayət edib, işləri düzgün bir şəkildə qura bilərsə, Allah subhanahu wa ta'ala verdiyi hər bir əmri gözəl bir şəkildə yerinə yetirir. Allah Resulü nə buyurur? İnsanoğlu iki nemət var ki, onların qədrini bilmir. Boş vaxt və sağlıq. Bunların biz nə vaxt qədrini bilirik? Xəstələnəndə. İllərlə heç kimə getmirik, illərlə heç kimin qapısını açmırıq. Xəstələnə yatağa düşür ki, heç kim gəlmir. Deyir ki, sağ olsaydım gedərdim. İllərlə ömrümüz gedir, illərlə yaşayırıq, boş yerə yaşlaşır, elə ki, ayağımız yer tutmur. Ya vaxt elə ki, xəstələnə nə deyirik? Vaxt olsaydı filan yerə gedərdim. Vaxt olsaydı o işi görərdim. Vaxt olsaydı sədəqə verərdim. Vaxt olsaydı meclisə gedərdim. Amma vaxt sənə verilmişdi axı. Bu gözəl sərmayə bizə verilmişdi axı. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə nə buyurur? Heç insanoğlu düşünməzmi? Heç təfəkkür etməzmi? Bu 46 yerdə Quran-ı Kərim mənim öz qarşıma çıxıb. Təfəkkür insanı dəvət edir. Bu təfəkkür bizə nəydən ötürür? Zamanımızı düzgün bölüşdürüb ibadət və itaətə keçirək. Böyük bir İslam alimi buyurur ki, bir şəxsə neçə il yaşadım? O buyurur ki, 60 il. Deyir, bu 60 il ömründə bir məna oldu mu? Deyir, dirəşin heç bir şey deyə bilmir. Deyir, 60 il. Sənin 60 il ömründə xatirələrin var mı? Deyir, yaxşı, bu günə qədər heç bir şey eləyə bilmir. Bəs bu gündən sonra nə qalır? Həmin böyük İslam alimi buyurur ki, bundan sonra yaxşılıq et. Yaxşılıq edə bilmirsənsə, yaxşılıq edənlərlə bərabər ol. Ən azından pis edənlərlə bərabər olma. 60 il edə bilmədiyindən sonra. Yəni, zamanı qiymətləndirə bilməmişsə, başa düşdüyümüz andan sonraki zamanda qiymətləndirə bilərik.
Yəni, mən illərlə zamanı qiymətləndirəm, mənim xeyr qardaş. Bu gün bildim, bu gündən sonra qiymətləndir. Vaxtın itirilməməsinin səbəbləri. Yəni, vaxtımızın itirilməməsi üçün özümüzə qoyacağımız bir proqram. Bir, məqsədli, məqsədə uyğun yaşayacağıq. Bir insan, həyatda bir mömin, məqsədi olacaq. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, mömin planlı şəkildə yaşamalı. Mən hansı iş görəcəm və o tutduğu məqsəddən ötürü əlləşəcək. Bir insan tələbə olmaq istəyirsə, gedib hansısa bir internet klubda oturmaqla tələbə olmur. Bir insan böyük alim olmaq istəyirsə, yata-yata alim olmur. Bir insan böyük usta olmaq istəyirsə, internetdə ustanın əlinə baxmaqla usta olmur. Bir insan məqsədli formada zamanın o işinə həsr eləməlidir. Ondan sonra boş xərcləməməlidir və ciddi olan yoldaşlarla yoldaşlıq etməlidir. Yəni, bizim yoldaşımız bizi haraya aparır? Bizim dostumuz. Xeyir əmələ yoxsa şərə? O insanlar qiyamət günü, vay bizim halımıza. Kaş biz onlarla dostluq etməyirdik. Yəni, bizim boş vaxtımızı aparan kimlər deyil? Boş dostlarımız. Oturub saatlarla danışdığımız boş sözlərimiz. Amma bunun yerinə bir xeyir əməl edə bilərdik. Və boş işlərimiz. İnternet arxasında. Günümüzün ən böyük sosial problemi. Nə? İnternet arxasında. Bu insan internetə daxil olur, bir ailəci 4-5 saatdə internetdədir. Gündəlik telefonunun internetdən istifadə etmə saatına baxanda 12-13 saat internetdən istifadə edir bu insan. Gündəlik həyatının. Yaşantının 12 saatı bu insan telefonu əsr edir. Və nə buyurur? Mən həyatda heç bir şey qazana bilmədim. Allah subhanədə bizi qazanmaqda nə buyurur? Biz gecəni sizin üçün istirahət, gündüzü isə rızıq qazanasınız deyə təyin etdik. Bu insan gecə səhərə qədər sən internetdə olursansa, gecə səhərə qədər sən sosial şəbəkə olursansa, gecə səhərə qədər sən futbol komandasını izləyirsənsə, vallahi sübh namazına gələ bilmərsən. Vallahi sən o safda dura bilmərsən. Biz bir futbol takımına etdiyimiz hörmət qədər öz dinimizə hörmət etsək qurtuluruq. Saat 2-yə qədər futbolu izləyən bir şəxs əlbəttə ki, sübh namazına gələ bilməyəcək. Əlbəttə ki, bu insan təheccüd namazına qalxa bilməyəcək. Vaxtımızı zayi edən kim oldu? Özümüz. Biz kimsə qınaya bilərik, xeyr. İnternetdə boş, mənasız videolara baxmaqla vaxtımızı sərf edirik. Halbuki Allah nə buyurur? Gecəni yatın, gündüz işləyin. Amma gündüz biz işə gedə bilirik, xeyr. Axşam yorğunçuluqdan gündüz işləyə bilmirik. Və nə buyururuq? Mən nə qədər işləyirəmsə bərəkət yoxdur. Qardaş, bərəkəti özün aldın əlindən. Allah subhanahu sənin zamanı bölmüşdür. Allah subhanahu sənin zamanı gecələr istirahat edib gündüzlər rızıq qazanasan deyə böldü. Sahabə nə buyurur? Deyir, mənim ən böyük qorxduğum səbəb gün ərzinə günüm tamamlanır, amma o gündə bir xeyir iş görməməyimdir. Bu zamanım getdi. Biz baxsaq, biz gənclər xeyir, biz az görmüşük. Amma yaşlılardan soruşuq, hər bir məktəb illərin üstə oturub xırda anladar. Nə qədər sürətli gəldi, keçdi. 20 il, 30 il ömrümüzdən nə qədər keçdi. Amma 20 il, 30 ildə bizim 30 dənə danışacaq xatirəmiz varmı? Boş əskərlikdə bunu eləmişdim, xeyr. Bu xeyir əməl etmişdim, bu varmı həyatımızda? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, müminin 2 günü bir-birindən fərqlənmirsə, o mümin ziyan içindədir. Biz hər gün eyni şey ediriksə, demək biz ziyandayıq. Mümin hər gün əlləşməlidir. Allah Resulü sallallahu aleyhi ve sellem başqa hədisində buyurur, Allah deyir, sevdiyi qulu xeyir işlər görməyə sövq edər. Amma evin içində oturmaqla, sosial şəbəkədə bir dini video baxıb, altına yorum yazmaqla xeyir iş olmur. Xeyir işdən ötürü çıxmaq lazımdır. Allah'ın bizə verdiyi bu zamanı, bizə verdiyi bu qiymətli bir zamanı daima Allah'ın razı olduğu şəkildə sərf edib, daima Allah'ın razı olduğu işlərdə bu zamanımızı keçirmək Allah subhanahu hər birimizə nəsib etsin.